Həftəlik bürclər 29 dekabrdan 5 yanvara doğru hava ünsürlərini, dolça ikizlər, tərəzi bürclərini nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftəni pozitiv formada aktivləşdirməyə bacaracaqsınız. Yəni, həftəvizi uğurlu bir sferaya doğru aparmaq, sizin özünüzün, belə deyim də, qərarsızdan çıxma, stabillik qurma zamanınızda. Amma həftənin ortalarında siz manipulyasiya olunacaqsınız. Sanki yeni ilə doğru həftəvizi kimlərinsə təsiri, kimlərinsə istəklərinə görə, kimlərinsə aktivliyinə görə stabilləşdirməyə çalışacaqsınız. Bu həftə emosionallığınız həddən artıq çoxdur. Sevgi, diqqət o qədər çox istəyəcəksiniz ki, tam istədiyiniz sevgi və diqqətin aktivləşməsini bu həftə əldə edə bilməyəcəksiniz və belə deyim, bir balaca sevgi baxımından, emosiyalar baxımından, nəvaziş baxımından geridə qalmış bir vəziyyətiniz olacaq. Həftənin sonlarından başlayacaqsınız yeni ilə doğru plan, iş, öz üzərinizdə aktivləşmə, öz hobilərinizdən pul qazanmanı reallaşdırmağa başlayacaqsınız və belə deyim də, bu həftəyə doğru güclənmə zamanı, belə deyim, balans olaraq tamamlayacaqsınız. Uğurlu bir həftədir, uğursuz bir həftə deyil. Sadəcə insanların dediklərinə fikir olaraq, düşüncə olaraq o qədər də əhəmiyyət verməməlisiniz və olduğunuz mühitdə öz xoşbəxtçiliyinizi, özünüzü qane etməni gücləndirməlisiniz. Sağlamlıqla əlaqədar narahat edən məqamlar göz və belə deyim də, migren, qarmalit kimi bəzi problemlər və soyuq daimə ilə əlaqədar narahatçılıqlarınız ola bilər. Burun, göz və baş hissəvizdə narahatçılıqlarınızın aktivləşməsi gəlir. Bunların qabağını ala bilsəz, ümumi şəkildə həftəvizi 78-76% qədər uğurlu edə bilərsiniz. Əkizlərə gələndə isə əkizlər bu həftə biraz qısqanclıq həftəsi olacaq. Hər şeyi müqayisə etməyə çalışacaqsınız. Hər şey öz istədiyiniz kimi cığal olacaqsınız. Bu həftə öz istədiyiniz kimi idarə etməyə çalışacaqsınız. Əkiz qadınları hamiləlik, şəxsiyyət, sağlamlıqla əlaqədar istədiyiniz pozisiyada bədəninizi gücləndirməyə başlayacaqsınız. Amma burada əkizlər kişilərdən söhbət gedikcə onlar maşın, yol, məsafə ilə transportla əlaqədar işlərdə istədiyi kimi uğur əldə edə bilməyəcək deyə bir balaca əli qolu bağlı vəziyyətdə olacaq. Pul həftəsi deyil əkizlər bu həftə. İstədiyiniz pul yox, əksinə pulla bağlı israfınızı gücləndirə bilərsiniz. Ailənizə, sevdiyiniz insanlara diqqət, sevgi o qədər yönləndirəcəksiniz, ən təmiz enerjini oradan əldə edə bilərsiniz. Mühitinizi dəyişməyiniz daha yaxşı, çünki enerjinizin mübadiləsi qarışmış və bulanlıq vəziyyətdədir. Bunu düzəltməlisiniz. Səbirsizliyiniz, qısqanclığınız, zamanla mübarizəniz səhv bir qərardır. İkiyə doğru hər şeyi aktivləşdirə bilərsiniz. Bu sizin uğurunuzu, belə deyim də, özgüvəninizi bərpa edici bir forma deyil. Ümumi dəyərləndirsək, 72% qədər əkizlər həftəvizi uğurlu edə bilərsiniz. O da həftəvizdə zamanı düzgün idarə etməyə bacarsanız, bəli, həftəvizi pozitiv bir istiqamətdə gücləndirəcəksiniz. Sağlamlıqla əlaqədar narahat edici məqamlar sadəcə boyun hissəvizdən ayaq hissələrinizdə və çanaq hissəvizdə olan bəzi narahatçılıqlar bilmirəm. Belə deyim də, sinirsel olaraq toxumalarınızda problemlərin olduğunu hiss edəcəksiniz. Bunun qabağını alsınız, həftəvizi istədiyiniz kimi yönedə bilərsiniz. Tərəzilərə gələndə isə tərəzilər bu həftə bir balaca boşluqda olacaqsınız. Nəyi necə yaşayacağınızı, hansı istiqamətdə hərəkət edəcəyinizi bilməyirsiniz. Amma həftənin ortalarına o qədər güclü olacaqsınız. Hər şeyi özünüz istədiyiniz kimi idarə edəcəksiniz. Kral və kraliçə formasına keçəcəksiniz və bu həftə alacağınız bir xəbər sizi sevindirəcək. Kiminsə sizə doğru hərəkəti, kiminsə sizə doğru meyli, cazibəsi, sevgisi o qədər sizi qüdrətləndirəcək ki, şir, 8-ci element, 8-ci arkan kartının aktivləşməsi gücümü özümə bərpa etmək və imperator bəlbəliyində sözümü keçirdən bir insan deməkdir. Bu həftə gücünüzü toparlayacaqsınız. O itən enerjinizi bərpa etməyə bacaracaqsınız. Belə deyim də, həvəskar olacaqsınız, tez hər şey tez olsun, indi olsun, bu dəqiq olsun, biraz həvəsiniz sizi bezdirə bilər. Alacağınız xəbərdə sizi həm tamamlama və şəxsiyyətlə qədər gücləndirə bilər. Böyük bir maddiyyat gəlişi görmürəm, artıq 20-25% maddiyyat sizi qane edici bir vəziyyətdə ola bilər, maddiyyat dalğası sürətli deyil. Sağlamlıqla əlaqədar olaraq külək enerjisi gəlirsə, demək infeksiyaların aktivləşməsi, qılınclar hər zaman infeksiyaları göstərir, baş ağrıları göstərir. Daha çox belə deyim də, ürək bulanma ilə əlaqədar olan narahatçılıqlarınızı aktivləşdirə bilər və bir də bir şey unutmayın, dəri ilə bağlı xəstəlikləriniz ola bilər. Sinə, qolla əlaqədar allergik fonunuzda olan bəzi narahatçılıqlar aktivləşə bilər. Sürtdüyünüz və istifadə etdiyiniz ləvazimatlara fikir verməyiniz də yaxşıdır, tərəzilər. Su ilə bağlı biraz ehtiyatlı olun. Bu həftə su ilə bağlı bəzi, belə deyim də, içdiyiniz mayelər ola bilər, su ola bilər, duş ola bilər, nəsə bir narahatçılıqlar bədəni su ilə təmasal olaraq allergik fonu gücləndirəcək. Buna fikir verin. Ümumi pis həftə deyil, keçən həftələr baxmayaraq bu həftə özünüzü mübadilə edib gücləndirməyə bacarırsınız. Hardasa 78%-ə qədər həftəvizi tərəzilər uğurlu edə bilərsiniz.